Salam, hər vaxtınız xeyir. Günlərdir paylaşımlarda müzakirələrə səbəb olan qaranlıq sözünü hər kəs müxtəlif versiyalarda səsləndirdi. Təbii ki, ən doğru, belə deyək də, doğru şəkildə, hazırki vəziyyətdə doğru olanı izah edəcəm çalışdığım qədər. Ümumiyyətlə, qaranlıq sözünü, yəni qaranı bitişdirici samit, leksik şəkilçi formasında izahlar olundu. Burada nədir? İki versiyada düşünüldü. Yəni ya sadə, ya kök və şəkilçi, ya bu formada da düşünüldü. Yəni burada n bitişdirici samit, isə leksik şəkilçi kimi. Amma əslində biz bunu sadə söz kimi götürürük. Səbəb isə əslində belə çətin, kök və şəkilçi ayırmağa çətinlik çəkdiyimiz bəzi sözləri etimologiyasına uyğun aydınlaşdırırıq. Çünki bəzi sözlərimiz biz türk mənşəli bir dövlət olduğuna görə, yəni bizim sözlərimizin çoxsu fleksiyaya uğramış və yaxud da ki, dəyişilmiş də, daxilən dəyişilmiş sözlər olduğuna görə etimologiyadan biz o sözün yəni hardan gəldiyini aydınlaşdırıb ona uyğun da fikrimizi bildirə bilərik. İndi isə gəlin onun, belə deyək də, təhlilinə baxaq. Əslində, yəni bu cür təhlil olunurdu. Amma ki, bu sözün əslində əvvəllər biz keçmişdə bu sözə qaranlıq, yəni türklərdən gəldi, türk mənşəli söz olduğuna görə qaranlıq kimi düşünürük. Qaranlıq versiyası əgər olsaydı, bəli, bu leksik şəkilçi kimi götürülə bilərdi. Əgər əvvəlki versiyada, yəni qaranlıq olsaydı, qının yerinə k olsaydı. Amma təbii ki, indi elə deyil. Ona görə də biz bu sözü bütöv şəkildə götürürük. Həmçinin də karandaş sözünü, karandaş sözü də hal-hazırdakı sözdə, belə deyək də, biz kök və şəkilçiyə ayıra bilmirik. Biz bir yerdə götürürük. Yəni, əvvəlki qaranlıq sözü olsaydı, keçmiş etimologiyasına uyğun, biz onu kök şəkilçiyə ayıra bilərdik. Amma qaranlıq sözü indiki vəziyyətdə qaran sözü olmadığına görə və yaxud da ki, qara sözündən qaran, yeni qaradan qara, yarada bilmədik. Yəni, qaran sözünün mənası olmadığına görə orada bitişdirici nə samit deyil, nə də kök və şəkilçiyə ayırmırıq. Bütöv sadə söz kimi qeyd götürə bilərik. Yəni, doğru variant sadə sözdür.